Seymur, burada nə işlər görmüsünüz? Buranın alaqları, dərmanları vurulubdur yəqin ki. Bəli, vurulub. Neçə dəfə dərman vurulub burada? 5 dəfə vurmuşuq, bir dəfə də qalıb, biz sabah onda başlayalım. Baba, onlu bit burada öz işini görüb. Baxın. Onlu bit burada öz başlayıb prosesinə. Bura sabahdan başlayın, təcili buranın dərmanlarını vurun. Buradakı məhsul, yəni nəzərdə tutduğumuz məhsul hədəfi nə yerdədir? Hədəfi keçər. İnşallah yaxşıdır. Bəziləri xırda qalmağı, suvarma ilə əlaqədar deməkdir. Yox, suvarması yaxşıdır, yenə də çatdırmayıb. Bir də bu il budamada bunu istəmirik. Bu lazım deyil. Ağaclar eyni boyda olmalıdır. Ağacların bütün budaqları eyni boyda olmalı ki, yəni inkişaf hər tərəfli eyni getsin. Bax, bu qalxıb yuxarı, həm bu indi bu yuxarıda tək qalıb deyəndə bunu günəş yandırır, bunun içi başlayır qurumağa. Burada bax, budaqlar quruyub. Bu. Sonra bu ağacın bir tərəfli inkişaf elətdirir. Buna yük düşəcək məhsulda bu sına bilər. Bunların məhsulun iriliyi burada yaxşıdır. Yəni çiçək sayına nəzarət olunur. Aram salam, sabahın xeyir, yorulmayasan. Bu dərmanı səpəndə maksimum ağaca yaxın durmamalıdır da. Əslində bu ağaclar 2 yaş tamam olub, bunlara ətrafındakı ota alaq dərman vurmaq qəti qadağandır. Çünki ağaclar balacadır. İstər-istəməz küləkdə tozu belə ağacın yarpağına dəysə, bu körpədir deyənə onu xəsarət verə bilir də, xəstəliyi tez qalır. Amma maksimum dərman səpəndə ehtiyatlı olun, bu ağaclara bu toxunmaz. Bu sonuncu alaq dərmanıdır. Bu sonuncu alaq dərmanıdır. Bir də bunlara dərman səpmək qalıb ağaclara. Bir dəfə bunlara maksimum alaq dərman qutaran kimi dərman səpməli. Bu xəritə böcəyi bunun yarpaqlarını belə büzübdür. Bu xəritə böcəyinin bunun yarpaqlarını büzməyi bunun inkişafını bir mənalı dayandırır. Dərman vurulandan sonra əslində bu biraz bundan bir həftə 10 gün öncə budanmalı idi. Qış sezonuna gedirik deyən, indi buna qayçı vurmaq olmaz, düzgün deyil. Qışda don buna zərər verə bilər. Amma martda bunların hər birini 1/3 hissəsini saxlamaq şərti ilə buduyur. İnşallah. Gövdələrini təmizləyirsiniz. İnşallah. Təmizləyək. Çiçəkləri qopardanda diqqətlə qopartmamız. Bəzi ağaclarda meyvə qalıbdır. Bu balaca körpə ağaclardan meyvə saxlamaq bu ağacın inkişafını dayandırır. Biz buradan bir il, bundan sonraki bir ildə meyvə istəmirik. Bizə lazım ki, bu ağaclar güclənsin, böyüsün, ondan sonra məhsullar olsun. İnşallah. Xəritə böcəyi burada da Dərman verir var. inşallah. Burada da var. Bura baxın.